Özünü tərbiyədə ikinci mərhələ canlandırma mərhələsidir. Buna duyğudaşlıq mərhələsi də demək olar. İnsan bu mərhələdə təxəyyül gücündən istifadə edərək kimlərinsə yalan, zülm, xəyanət, simizlik və s. bu kimi rəzalət hesab olunan atributlara yiyələndiyini, bu tip sifətlərə məruz qaldığını təsəvvür eləyir. Belə bir səhnəni öz zehnində canlandırandan sonra özünü onların yerinə qoymağa, onlarla empatiya qurmağa çalışır. Yəni zehnində canlandırdığı senaridəki obrazların yerini dəyişir. Özün onların yerinə qoyur, onları isə öz yerinə qoyur. Buna empatiya qurmaq bacarığı deyirlər. Məsələn, Dale Carnegie deyir ki, mən şokolad yeməyi çox sevirəm. Amma balıq tutmağa gedəndə qırmağıma şokolad yox, qurd qoyuram. Yəni bu adam özünü balığın yerinə qoyur ki, yəni mən balıq olsam, qırmaqdakı şokoladı yemərəm, qurd yeyərəm.